Şikarlı ev sizə bir günləri çəkib göstədirəm. Şikarlı nətər? Yəni gözəl, əla. Buna bax. Ev adama gəl deyir. Deyir, gəl məni al. Bu həyətə kim girsə bəyənəcək bu evi. 7 sot yarımın içində, Mərdəkanda. Bir dənə zəhmət olmasa çölə çıxaq. Çölünü də görsələr. Bax, qapıya kimi asfalt enli küçə. 8 metrdir küçənin. 8 metrdir. Burada nə qədər istəsən, avtomobil saxlaya bilərsən. Bir jalüzlü qapı, ikinci jalüzlü qapı qarajıdır. Balacaqa kalitka qapısı, asfaltda da gördünüz. Evimiz Toskana stilində tikilib. Yəni o düzlərdən dördə fikir verirsiniz. Dizayner yəni burada proyekti yazıb, çəkib, rəsm və s. və ilaxır və ona uyğun evimiz tikilib. Üstü bağlı qaraj. Üstü bağlı qaraj, avtomobil saxlayırsınız burada. Bir, orada sizə 2, çöldə nə qədər sizə maşın saxlamağa yer var, yaşıllığı. 7 sot yarımdır ya, 7 sot yarım. Elə əsl normadır. Filtrini hovuz. Deməli, burada bir duşu bu idi. Duşu. İsti soyuqdur. Burada sanuzildir. Yəni heç bura girmədən hovuzdan çıxdınız, elə burada yaxalana bilərsiniz. Sağ tərəfdə yerləşir evimizin yay mətbəxi. İsti polla təchiz olunub, hardasa 31-32 kvadrat metr təşkil edir. Gəl. Bax, mətbəx mebeli üçün yerdə saxlanılır. Burada mətbəx mebeli 31-32 kvadrat isti pol cam balkonla bağlanılıb. Buradan çıxan kimi bizi nə qarşılayır? Bizi qarşılayır manqalımız. Manqalxanamız buradadır. Həm evin qabaq hissəsində, qarşı hissəsində oturmağa yeri var. Yəni stol burada da. Və fikir verin, bax burada sağ tərəfdə də belə bir yaşıl zonadır. Ağaçlar əkilib. Yəni burada da oturub dincələ bilərsiniz. Gördüyünüz bu sağ tərəfdəki bura qazanxanadır. Kombimiz burada yerləşir. İstifə sistemi kombidir. Buranı da çəkək görsədək. Buyur. Kladovka kimi də istifadə edə bilərsiniz. Evimizin arxası. Yəni hasardan hardasa 1 metr 20, 1 metr 30 santi aralıdır. Hörmətli izləyicilər, deməli manqalımız buradadır. Bura ki yay mətbəxidir. Burada su anbarıdır. 15 tonluq su içərir. Deməli bura həm kondisioner xəttləri gəlibdir. Split kondisioner xəttləri var. Həm də TV set üçün bax kabeldə gəlibdir. Yəni burada televizor quraşdıra bilərsiniz. Antenası da var. Buradan çıxaq. Gəl. Sənədlər qaydasındadır. Diqqət, otaqlarla tanış olacaq. Koridorun tavan hündürlüyü 5 metr təşkil edir. Bir dənə çək. Gördüyünüz lüstrlar, çılçıraqlar yəni. Hamısı əl işidir. Yəni satışda belə çılçıraqlar olmur. Yubilirmişdir. Girişdə deməli sağ tərəfdə dolab, heç kimə meşatçılıq olmayan, çox geniş giriş hissəsi var. Otaqlar da hamısı böyükdə. Neçə kvadrat idi buranın? Yox, ümumi. 230 kvadrat. Burada balaca söhbəti yox. Hamısı geniş. Buradan çölə, bax, mətbəxdən çölə qapı da var. Tamam hündürlüyünə var. 5 metr. Biz bir dənə qonaq otağına baxaq və sizə qapıları göstərəcəm. Bu qonaq otağımızdır. Bütün xəttlər çəkilib, kondisioner xəttləri, televizor xəttləri. Qapının hündürlüyünə bax. Nə qədər? 2.50-dir qapının hündürlüyü. Həm də ki, çox massiv, belə möhkəm qapıdır. Bura birinci yataq otağıdır. Qiymətini aşağıdan yazacağım. Bir dənə sanuzoluna baxaq. Buna bax. Hər şey var, bütün şəraitlər. Hamısı, duş kabini, zadı, bütün aksesuarlar. Deməli, bir yataq otağına biz çaşıb qalmışam özü. Bir yataq otağına baxdıq.
Bu ikinci yataq otağıdır. 235 kvadrat metr. Ha, bu otaqda da gördüğünüz havalandırma, split kondisionerin kabeli, televizor kabeli, divarçı hamısı işləndi. Bura ikinci sanuzeldir. Yəni ki, yataq otaqlarının birində. Burada da aksesuarlar qoyulub. Və sonuncu otağa baxaq. Bu da sonuncu yataq otağıdır. Futbol meydançası. Yataq otağı da futbol meydançası. Bütün otaqların da qapıları hamısı bax. Hündür qapılarla. Üç dənə sanuzelimiz var evdə. Saatı düzəldirsən, bataryası yatıb. Hə, bu dolabı qəşəng düzəldi. Bax, çıxıntısı yoxdur. Fikir ver. Hə, yarısı içəridədir. Hələ buna baxırdım səhərdən. Yaxşı fikirləşilib bu. Əladır. Baxın. Yəni giriş hissəsi hardasa bir 2.80 də, 3 metrdən biraz aşağıdır. Əlimizdə çatmır. Kimsə Allah xeyir versin. 1.80 üstü mənim boyum. S+3-yə çatmır qardaş. Bu günə bu qədər sağ olun, minnətdarım.